Bəli, görsənir ekran. İndi başlayırıq sizin Photoshop məsələlərinize, işlərlə bağlı olan məsələlərinizə. Çoxlu işlərimiz var. Sizdə ikinci ay tamam olur da bu ay inşallah. Bir ayın çıxsa belə qarşılığı oldu, belə hə. Birinci, hə. Necə başa düşmədim? Bir ayımız qarşılığı oldu da, yəni gah belə, gah elə oldu. Belə amma ciddi nizamlı 2 ay. Hə. Yox, aya 8 dərs düşür də. 8 dərsi ikinci ayda 8 dərs keçmişik də. Daha sonra 8 dərs olacaq. Bu gün olur. Yox, baxaram. Yox, bu gün yox, gələn həftə olur. Gələn həftə 8 olur. Hı, tamam. Ümumi olaraq. Okay. Deməli, sizdə kəsim məsələləridir. Məsələ. Aha. Birinci kəsim işi ilə başlayacağıq. Sonra daha yavaş-yavaş gedəcək. Deməli, kəsim işlərini göstərəcəm sizə. Şəkilləri necə səliqəli kəsə bilərsiniz. Necə həm biraz çətin üsulu göstərəcəm. O həm nəyisə qıraq şeyləri silmək üçün də yaxşıdır. Bir dənə də rahat şəkildə kəsim işi necə görmək olur, mask necə eləmək olur, onu göstərəcəm sizə. Gəlin elə sizin bu traktor məsələlərinizdən götürək. Traktorun üstündən. Hı. Məsəl üçün. Ekran kaydı alırsınız mənim. Bəli, 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 bəli. Videonu da göndərəcəm sizə. Tamam. Məsəl üçün deyək ki, belə bir şəkildir. Qarışıq bir şəkildir. Burada kəsim iş aparmaq istəyirsiniz. Elə o da. Hə. Ə, deməli, bunu kopyaladınız, atdınız şeyə, Photoshop'a. Photoshop'a atandan sonra bunu necə kəsmək olur? Bir neçə üsullar var kəsmək üçün. Variantlar necədir? Deməli, bizim burada 3 dənə toolumuz var. Lasso tool, Polygon lasso tool, Magnetic lasso tool. Və plus digər 3 dənə toolumuz var. IBX Selection, Quick Selection və Magic Vent tool. Bu 6 toolun 6-sını da sizə göstərəcəm. Burada mexanizm necə işləyir? Bu indi məsəl üçün Smart Object deyil də, burada rasterize layer edilir. Məsələn, bəzən onu şəkil atırsınız, belə bir şey olur. Belə bir düymə olur. Bu düymə olanda siz bunu sağ düyməni basıb layer bölməsində. Bunu Hı hı. rasterize layer eləməlisiniz. Və o artıq kəsim işi üçün, pozan üçün, hər şey üçün yararlıdır. Expand kimi bir şeydir, illüstratordakı kimi. İndi burada biz başlayırıq lasso. Lasso tool seçəndən sonra bizim burada Pfizer'ımız var. Pfizer sıfırda saxlaya bilərsiniz, artıra da bilərsiniz, 30 falan da edə bilərsiniz. Bu nə üçündür? Daha detallı şəkildə obyekti seçə bilsin, onun elə bil ki, tənzimlənməsidir. Bu indi şəkildən şəkilə görə rəqəmi dəyişir. Bunu öncədən bilmək olmur ki, yəni bu 30-da yaxşı işləyəcək, yoxsa 50-də mi yaxşı işləyəcək, 70-də mi, 100-ə qədər qalxır. Bu şəklin detallarına görə dəyişmiş olur. Bunu test edərək aparmış olursunuz. İndi biz təxminən 30 elədik bunu. Lasso brush kimi çəkmək üçündür. Bu əslində, məsəl üçün, indi mən bunu göstərirəm, bunun həm də mahiyyətini sizə anlatmağa çalışacağım ki, məsəl üçün, lasso tool hər obyekti kəsib çıxarda bilməyəcəksiniz. Və onu göstərəcəm ki, harada daha yaxşı, məsəl üçün, işlədə bilərsiniz. Baxın, lassodan biz mausu basıb saxlayaraq başlayır bunun ətrafında çəkməyə. Biz bunun ətrafını başlayırıq çəkməyə. Biz bunu çəkəndə görürük ki, səliqəsiz şəkildə olur. Yəni, obyekti səliqəli şəkildə götürməyəcək. Biz bunu, məsələn, axıracan çəkək obyektin ətrafında. Bu, lasso tool stiker kimi kəsimlər üçün yaxşıdır. Və yaxud da arxa planı yoxdur. Arxa plandan hər hansısa bir detalı götürüb kəsmək üçündür. İndi məsələn, mən bunu çəkirəm bunun ətrafında və biz görürük ki, bu obyekti rahat şəkildə götürmür. Obyekti rahat şəkildə seçə bilmir. Və gəldim başlanğıca. Buraxdım və gördünüz, belə bu şəkildə obyektin ətrafında stiker kimi seçim elədi mənim üçün. Və biz bunu Ctrl-J eləyirik və yaxud da Ctrl-C, Ctrl-V eləyirsiniz. Ctrl-J eləyəndə obyekti çıxardır. Sonra burada orijinalın gözünü bağlayırıq. Görürük ki, obyektimiz baxın bu şəkildə çıxartdı. Lasso bulurlu şəkildə obyekti çıxartmaq üçündür. Obyekti amma tam şəkildə çıxartmır bizim üçün. Obyekti bulurlu şəkildə çıxardır. Lasso da belə işləyir.
Poligon da belə işləyir. Poligon lasso tool. Lasso-la poligon arasında fərq odur ki, lasso bulurlu və yumşaq şəkildə obyekti çıxardır. Polygon lasso tool isə sərt şəkildə stiker kimi çıxartmış olur. Fərq sadəcə bundan ibarətdir. İndi bəzən ola bilir ki, məsələn sizə tutaq ki, lazımdır biraz belə bulurlu, obyekt biraz nəsə görsənsin, qıraqları falan. Onda məsələn lasso-la işləyə bilərsiniz. Amma ən çox lasso harda işlədirlər? Məsəl üçün, baxın, deyək ki, bir balıqdır, arxa planı yoxdur. Burada bir dənə obyekti çox olan balıq götürək. Məsəl üçün, baxın, burada indi bunu yükləyək, arxa plansız yüklüyürük. Davamlı da. Okay. Yüklənməsini gözləyək. Yüklən qutardı. Hə. Deməli, indi mən bunu götürürəm. Bax, bunun arxa planı yoxdur. Gördüyünüz kimi, görürsünüz, transparentdir. Bunu bu şəkildə də biz görə bilərik. Background-u bağlasa və görürük ki, transparentdir. Arxa plan yox. Və bu müxtəlic obyektlərə aiddir. Və burada istəyirsiniz bir dənəsini götürəsiniz, bir dənə detal götürəsiniz. Məsələn, motorlardır, çoxlu motor detalları var, arxa planı yoxdur. Amma motordan oradan bir dənə detal götürmək istəyirsiniz. Hə, bu lasso götürürsünüz. Lasso-la götürmək istədiyiniz obyektin ətrafını çəkirsiniz. Sonra da Ctrl-J edirsiniz. Sonra da orijinalın gözünü bağlayırsınız və bir dənə obyektiviz oradan həmin o bütöv şəklinin içərisindən bir dənə obyekti çıxartmış olursunuz. Lasso belə şəkillərdə işə yarayır. Və yaxud da qırağa nəsə bir detal çıxıb, onu seçib silmək üçündür. O silmək işini də göstərəcəm sizə. Eyni qaydada obyektin qırağından seçib delete düyməsinə sadəcə basırsınız. Onu da göstərərəm. Və yaxud da bu obyektdən məsəl üçün deyirsiniz ki, üçünü silmək istəyirsiniz. Lasso-la üçünün ətrafını seçirsiniz. Sonra da delete düyməsinə basırsınız. Amma baxın, okey. Error verdi. Niyə? Çünki baxın, smart object ətrafındadır. Bunu sağ düyməni basıb rasterizə eləmək lazımdır. Rasterizə eləyirsiniz, sonra delete düyməsinə basırsınız. Və 3 dənə obyekt silindi. Sonra Ctrl-D eləyirsiniz. Ctrl-D basırsınız. Bu qıraq xəttlər yox olur və sizə lazım olan obyekt qalmış olur. Yəni, həmçinin silmə işi kimi də görə bilərsiniz. İndi, poligon. Baxın, poligonda da eyni qaydadır. Sadəcə dəyişən burada, yenə də faizləri sıfırda saxlaya bilərsiniz və ya artıra bilərsiniz ki, detallı şəkildə seçim işini görmüş olsun. Poligonda da sərt şəkildə silir. Seçir. Və bastım düyməni, tıklaya-tıklaya gedirəm. Baxın, bu sərt şəkildədir. Bu da obyekti rahat şəkildə seçmir. Bu da yəni müəyyən bir detalları silmək, müəyyən bir detalları arxa planı olmadan çıxartmaq üçündür. Baxın, bu sərt şəkildədir. Sonra Ctrl-J, orijinalın gözünü bağladım. Bu da bu şəkildə çıxartdı. Gördünüz? Sərt şəkildə çıxartmış oldu. Fərqi lasso poligonda budur. Və poligonda da yenə də hər hansı bir obyekti çıxardıb arxa plandan çıxartmaq üçün istifadə edə bilərsiniz və yaxud da ki, müəyyən bir detalı silmək üçün. Məsələn, deyək ki, baxın, bu detalı silmək istəyirsiniz də, bax, buradan, buranın olmasını istəmirsiniz. Həmin layeri seçirsiniz, çıxartdığınız layeri. Layeri seçənə diqqət edin. Orijinalını seçsəz, kəsim işini aparmayacaq. Hansı layeri çıxartmısınızsa, o layeri seçməlisiniz. Yəni, layerindən diqqətli işləməlisiniz. Layeri səhv seçsəz, error vermiş olacaq. Hansının üzərində əməliyyat yerinə yetirirsinizsə, həmin layer seçilməlidir. Yəni, mən bu layeri seçdim. Və baxın, bunun ətrafında çəkirəm sərgəli şəkildə. Baxın. Deyək ki, baxın, bu yaşılı yox eləmək istəyirəm. Bunun ətrafında çəkdim, seçdim. Delete düyməsinə bastım, Ctrl-D və həmin hissə silindi. Gördünüz? Yəni, poligonu və lasso-lu həm də bu cür işlədə bilərsiniz.
qırağa çıxmış müəyyən bir xırda detalları silib səliqəyə salmaq üçün eləyə bilərsiniz. Gördünüz? İndi keçir digər tola. Buracan hər şey aydındır. Harda, necə istifadə edəcəyimiz. Solmaz xanım. Bəli, bəli, başa düşdüm. Tamam. Maqnetik. Maqnetik nə edir? Maqnetik isə bir dəfə klikləyirsiniz. Mausu özünüzlə aparırsınız və maqnit kimi obyektin üzərinə yapışır. Bu şəkildə maqnit kimi üzərinə yapışmış olur səliqəli şəkildə. Bu da müəyyən bir obyektlərdə çıxartmaq üçün istifadə edə bilərsiniz. Amma həmişə bu da uğurlu olmur. Şeydən şeyə görə dəyişir. Amma maqnit sadəcə mausu aparıram, heç basıb saxlamıram. Bir dəfə klikləmişəm, sadəcə mausu obyektin ətrafında sürükləyərək aparıram. Və bu şəkildə sürükləyərək aparıram. Məsələn, mən səliqəsiz elədim və bunu səliqəli də eləmək olur. Obyekti özü yapışdı obyektə. Gəldim başlanğıca, bir dəfə kliklədim və obyektimi seçdim. Yenə Ctrl-C edirəm. Bu da müəyyən qədər səliqəli çıxartmaya başladı. Sonra sizə yenə haralarda silmək lazımdırsa, poligonla və yaxud da lasso-la həmin məsələ tutaq ki, bunun silinməsini istəyirsiniz də. Həmin bu detalın silinməsini istəyirsinizsə, poligonu seçirsiniz. Poligonla onun ətrafında silinmək istədiyiniz yeri işarələyirsiniz. Bu şəkildə, səliqəli şəkildə işarələyirsiniz. Sonra delete düyməsine basırsınız, silinir. Ctrl-D, qırıq xəttlər yox olur. Yəni, silmək istəyiniz xırdalıqları silə bilirsiniz. Bu da gördüyünüz kimi müəyyən qədər səliqəli deyil, amma müəyyən bir detallarda, obyektlərdə sizin işinizə maqnetik yaranmış olmuş olacaq. Delete silir, Ctrl-C, Ctrl-V və yaxud da Ctrl-J obyekti çıxartmış olur. Bu üç toolumuz bu şəkildə işlədir. İndi gəlirik. Gəlin şəklimizi dəyişək, biraz fərqli şəkillərdən yoxlayaq. Deyək ki, budur. Arxasında ağ background var, biz ağı yox eləmək istəyirik. Yollar çoxdur, çox yollar göstərəcəm sizə. Hər dəfəsində hansı sizə lazım olacaq, onu işlədəcəksiniz. Gəldik Object Selection Tool, Object Selection Tool'a. Bunun altındakidir. Bu üç dənəsini qutardıq. İndi gəlir digər üçü ilə. Photoshop'da bütün toolları sizə öyrədəcəm zamanla. Manipulyasiyaları da öyrədəcəm. Sosial media posterləri hazırlanması, sosial media posterlərin qaydalarını, font dizaynları. Ümumiyyətlə, işə aid olan hər şeyi öyrətmiş olacağım. O işə aid olan şeyləri də texniki tərəfdən ancaq Photoshop'la da onsuz da. Gəlirik Object Selection Tool'a. Object Selection Tool'da bizim 2 dənə modumuz var. Object Selection Tool seçən kimi 2 dənə mod aktiv olur. Burada Essentials-da işləməlisiniz həmişə. Essentials-ı seçib işləməlisiniz. Ona bu hissədən daxil olsun. Share-nin yanında, lap qıraqda belə balaca üstücə var. Ona basırsınız. Essentials. Essentials-ı işləməlisiniz. Object Selection Tool seçən sonra 2 dənə modumuz var bizim. Bu balaca düyməyə basırıq. 2 dənə mod var. Lasso və Rectangle. Rectangle fiqur kimi çəkmək üçündür. Lasso isə bayaqki kimi, brush kimi çəkmək üçündür. Amma çox fərqli bir şeydir. Rectangle-ı seçirəm. Və bunu obyektin ətrafında bir dənə belə fiqur çəkirəm. Avtomatik obyektin özünü götürmüş olur. Amma müəyyən bir detalla götürür. Artıq burada məsələn müəyyən bir detalda sizə lazım olan, bunu sonra belə tərpədə də bilirsiniz. Sonra istəsəz lap bunu Quick Selection götürüb, Quick Selection'la burada Quick Selection-da mənfi işarəsi var. Bu Quick-ə hələ gəlməmişik. Quick-ə hələ göstərməyim sizə. Və obyekti bu şəkildə seçdi. Amma detallı bir şəkildə seçmədi də bizim üçün də. Və bunu yəni Ctrl-C, Ctrl-C, Ctrl-V eləyəndə obyekti çıxardacaq bizim üçün. Amma indi Ctrl-D eləyirəm. Gəlirəm Lasso seçirəm. İndi Lasso-la bunun ətrafında çəkirəm.
obyektə çox yaxın şəkildə çəkirəm. Bu şəkildə çox yaxın bir ərəfədən çəkdim. Bu şəkildə çəkirəm yaxın. Xırda bir detal kimi çəkdi bu hissələri də. Gəldi başa buraxdıq və obyektin üzərinə oturduq. Gördünüz? Tam şəkildə obyektin hətta bu hissələrinə qədər oturmuş oldu. Gördüyünüz kimi təkərlərin də bu detallarını 30-durdu. Yəni Quick Selection-ın lasılı daha rahat oldu. Yəni Ctrl-J eləyəndə obyekti çıxartdı, gözünü bağladıq və fikir verin. Çox səliqəli bir şəkildə bizim üçün traktoru çıxartmış oldu. Hətta transparent olaraq görə bilərik. Gördünüz? Çox səliqəli. Bir sonra burada da məsələn ağ detallar var da. Ağ detallar burada var. Onu da yəni poligonla seçirsiniz. Bu şəkildə seçirsiniz sizə lazım olan hissələri. İndi bir dənə də başqa üsul göstərəcəm. Onunla vəbşi daha rahat olacaq silmək. Sadəcə hələ çətinləri göstərir. Amma bu ətrafında bu şəkildə seçirsiniz. Delete düyməsindən basırsınız, Ctrl D eləyirsiniz, o obyektdə silinir. Həmin o ağ hissədə pəncərəsi də silinmiş olur. Amma bu şəkildə bunu çıxardırsınız. İndi digər məsələmiz. Gəlirik Quick Selection. Quick Selection-da necə işlənilir? Burada sadə variantı var. Plus variantı var. Yəni bunun artımla seçməyə, yəni plus eləyirsiniz, artımla seçirsənsə bir artım hissəsini və silirsiniz. Və bir də mənfi hissəsi var. Mənfi də ki, geriyə doğru aparmaq kimi bir şeydir. Və burada da rəqəm yazan hissədə bazı üçbucaq var. Bu hissədə isə tənzimləyirsiniz ki, sayızı nə qədər olsun, yəni dairənin ölçüsü nə qədər olsun. Bu obyektin seçimi üçün vacib olan bir şeydir. Hardness, yəni sərt şəkildə mi seçsin, yumuşaq şəkildə mi seçsin, o hissəsini avantajını tənzimləyirsiniz. Hardness-i aşağı eləsəz daha yumuşaq şəkildə seçməyə başlayacaq. Spacing isə nə qədər sıçrayaraq seçmiş olsun. Yəni atlaması nə qədər olsun. Onu tənzimləyirsiniz. Bunun da bir rəqəmi yoxdur. Obyektivizə görə hər dəfə işlədikcə tənzimləməlisiniz. Bu isə formasıdır. Dairəmizin forması. Bucağıdır. Bu çox da lazım olmur. İndi mən müsbət şəkildə belə başlayıram seçməyə. Mausu basıb saxlayıram və obyektim başlayır seçir. İndi məsələn bilə-bilə obyektin qırağını çıxardacağam. Bax çıxartdım. Gəlirəm mənfini seçirəm. Mənfi nə isə o obyekti içə doğru aparıram. Baxın bu sayızı böyüdür. Sayızı balacalaşdırıram və balaca şəkildə gedir. Elə bir ki sizə balaca lazım olanda, xırda lazım olunca balaca bir şəkildə eləmiş olursunuz. Böyük lazım olanda böyük bir şəkildə eləmiş olursunuz. Və mənfi içə doğru silir onu. Müsbəti seçəndə isə müsbətlə onu başlayır artırmağa. Mausu basıb saxlayırsınız və başlayırsınız artırmağa. Bu şəkildə lazım olan yerləri yox edirsiniz. Mausu basıb saxlayaraq. Və obyektivinizi seçmiş olursunuz. Sonra yenə eyni qayda Ctrl-C, Ctrl-V və ya da Ctrl-J ilə onu çıxartmış olursunuz. Gəldik digər toolumuza. Magic. Magic Wand tool. Magic çox xırda detalları seçib daha çox silmək üçün istifadə edilən bir şeydir. Və yaxud da tək rəngli bir backgroundları seçmək üçün istifadə edilir. Yəni tək rəngli backgroundlarda istifadə olunan bir detaldır. Magic seçəndən sonra burada bizim toleransımız var. Tolerans bir xırda detalın dərəcəsini, faizini seçmək üçündür. Yəni o xırda detalın faizi, dərəcəsi nə qədər seçilmiş olsun, onun üçün istifadə edilir. Toleransımızı 51 eləsə daha çox seçmiş olacaq. Və gəldim, bir dənə tıkladım. Bax, görün necə seçdi. Background'un ətrafından seçdi, təkərlərin qıraqlarını seçdi, bir dənə düymə ilə seçdi. Bunun belə avtomatik seçdi bu hissəsini. Burada klikləsəm, buranı da ayrıca seçici gözü. Pəncərədəki xırda detallara qədər ayrıca seçdi. Bir dənə klikləməklə, görürsünüz.
Bunu sadəcə bir dəfəyə istifadə edə bilirsiniz. Məsələn, bunu seçdim. Bax, kölgəyə qədər seçdi. Amma burada Ctrl-C, Ctrl-V eləmirsiniz. Delete düyməsinə basırsınız. Delete-ə basıram, sildi. Gördünüz? Ctrl-D eləyirəm, kölgəsini də belə ayrıca saxlayır. Bu elə bir tərsinə işləyir də. Sizə lazım olan böyük obyekti saxlayır, lazım olan detalları saxlayır. Siz delete düyməsinə basaraq artıq detalları silirsiniz. Görürsünüz necə qəşəng? Təkərlərin hər detalına qədər. Sizin üçün çıxardım. Buraları da seçirsiniz, delete. Seçirsiniz, delete. Seçdiniz, delete. Sonra da Ctrl-D. Gördünüz? Rahat, tərtəmiz sizin üçün traktoru çıxartmış oldu. Bunu da toleransı tənzimlə eləyəcəksiniz. Məsələn, 51-də uğurlu oldu. Bəzi olur ki, 51-də uğurlu olmur. 88-də, 99-da uğurlu ola bilər. Bu durumlara görə dəyişir. İndi gəlin mənə keçib biraz daha detallı bir şəkildə istifadə eləyək. Məsələn, bunda istifadə eləyək. Götürdük bunu. Bir də şəkilləri götürəndə nəyə diqqət edin? Keyfiyyətinə. 1000-dən 2000-dən yuxarı olan şəkilləri götürməyə çalışın. 1000-dən aşağı olan şəkilləri götürməyin. Keyfiyyət pikselləşir, ölür də, yəni durumlar ölür orada. Bunu götürürük, kopyalayırıq. Atırıq. Çox böyük düşdü. Bunu balacalaşdırırıq. Shiftsiz şəkildə balacalaşdırmaq istəyirsinizsə, bu düymə kliklənmiş vəziyyətdə olmalıdır. Onda shiftə ehtiyac olmur. Shiftsiz şəkildə balacalaşdırırsınız. Shiftsiz şəkildə balacalaşdırdım. Enter düyməsinə bastım. İndi gəldim, məgici seçdim. 51-dən yoxlayaq. Bir dənə kliklədim. Xırda-xırda mənim üçün seçir indi. Baxın, bu torpağı xırda-xırda seçdim. Delete basıram, torpağı belə yox olur. Delete basıram. Bu xırda-xırda işlədi mənim üçün. Seçib delete basaraq işləyirəm. Tolerans deməli 51 azdır. Gəlirəm bunu seçirəm 90. 90-da da vəbşə çox xırdalığa getdi, amma böyük olmadı. Bunu azaldaq onda 11 eləyək. 11-də vəbşə ölü vay oldu. 77 eləyək. Məsələn, gördünüz, böyük bir şəkil versiyasında Magic Wand Tool uğurlu çıxış eləmir. Deməli, o böyük detalları çox olan şəkillərdə Magic Wand Tool işlədə bilmərsiniz. Daha çox tək rəngli və az detallı olan yerlərdə işlədə bilərsiniz. İndi dala qayıdırıq. Əvvəlki variantımıza qayıdırıq. Sülün də. Təzədən bu şəklə atdıq. Digər toolu yoxlayacağıq. İndiki keçdiyimiz toollardan. Deməli, digər toolumuz. Gəlin, yoxlayaq objektdən. Lasso-la yoxlayaq. Lasso-la bir dənə lasso-la klikləməyimlə mənə lazım olan detalda önəmli olan lasso-da bir dənə klikləməklə bəs eləyir bu böyük obyektə. Lazım olan bir şəkildə mənim üçün pəncərənin, sükanın belə xırdalığına qədər seçdi avtomatik. Və sonra bir dənə Ctrl-C eləyirəm. Obyekti çıxartdı mənim üçün. O bəqədə detalın içərisindən. Bu da yəni detala görə, obyektə görə durumlar dəyişdir. Məsələn, burada bir dənə nəyə diqqət eləməliyik? Mən dala qayıdıram. Burada baxın. Kliklədim, seçdi. Məsəl üçün, deyək ki, təkər özü beləymiş. Deyək ki, məsələn, biraz qırağı çıxmalar var da, belə yaxınlaşırsınız. Görürsünüz, qırağı çıxmalar var, məsəl üçün. Gəlirsiniz Quick Selection Tool-a. Quick Selection Tool-da mənfini seçirsiniz və onu içə doğru aparırsınız. Ölçünü oynadırsınız. Ölçüyə uyğun başlayırsınız onu, məsəl üçün, tənzimləməyə, haracan lazımsa onu içə doğru qapamağa başlayırsınız. Bu şəkildə xırdalıqları oynadırsınız. Baxın, bu toollardan bəzi şəkillərdə hər toolun öz şəklinə görə
tənzimlənməsi var. Və hər dəfəsində tənzimləyərək bunu yoxlayırsınız ki, hansında hansı nə lazımdır. İndi Ctrl D eləyirəm. Gəlir indi avtomatik şəkildə müəyyən bizə lazım olan şəklin detalın seçilməsinə. Bir dənə düymə vasitəsilə. Bu 6 dənə toollar öz yerində. Hansı şəkillərdə sizə lazım olacaqsa, hansı üsullarda sizə lazım olacaqsa, bu 6 toolu ayrıca istifadə etmiş olursunuz. İndi gəlirik bir düymə ilə avtomatik istifadə edilməsinə. Necə? Layer'imizi seçirik. Bunun rasterize layer olduğunu diqqət edirik. Rasterize layer'dir, çünki düymə yoxdur burada. Gəlirik select. Burada subject var. Select subject. Select subject'i seçirik və bir düymə ilə obyekt özü avtomatik seçildi. Daha xırda, daha detallı, daha uğurlu şəkildə. Və Ctrl-J-yə basırıq. Obyektimiz çıxdı. İndi bu şəklin özündən belədir. Təkərləri özü burada kölgəli zaddır. Orada avtomatik bu hissədə belə çıxmış olur. Onu hesablayıb çıxardır. Bu şəkildə görürsünüz, pəncərəyə gəlir. Pəncərənin özünü belə avtomatik silinmək üçün hər detal şəkildə çıxardım. İndi burada baxın, torpaq zad qalıb da. Burada torpaq qalıb. Nə edirik? Gəlirik poligona. Bizə lazım olmayan yeri seçirik poligondan. Delete düyməsinə basıb Ctrl D eləyərək o torpağı oradan yığışdırmış oluruq. Və harada torpaqlar varsa, o torpaqlar təkərlərin arasından yığışdırılır. Ctrl D vasitəsilə. Lazım olduğu qədər. Bu şəkildə torpaqları yığışdırırsınız. Burada hər birində aralarında torpaq qalır. Onu bu şəkildə yığışdırırsınız, tənzimləmiş olursunuz. Başa düşdünüz necə işlədi mexanizm? Yəni bu toollar vasitəsilə. Bəli, bəli, başa düşdüm. Okay. İndi bu videonu sizə göndərirəm. 5 dəqiqə, 10 dəqiqə fasilə eləyək. Sonra bu select subject vasitəsilə select and mask öyrədəcəm. Yəni bu hissəsini öyrədəcəm. Tamam. Okay. Tamam, çox sağ olun, sağ olun. Siz sağ olun. Göndərirəm biraz. Tamam.